sağ cinahdan Aksu City komandası hücuma keçmək istəyirdi. Xətay Bağırov. Xətay çevirdi. Bir də qapıya doğru zərbə. Dönən top və gol! Kameraya, kameraya! Kameraya, kameraya! Bunlar əla! Aksu City komandası 1-0 öne keçir. Mərkəzə doğru ötürmə. Qapçıyla təkmədə vur artıq. Penaltı! 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 Arkada vurdu. Çəkmişəm. Topun arkasında Gökhan Kartal. 11 metrlik cərimə zərbəsini Gökhan yerine getirəcək. Hakim fitini verdi. Gökhan topa zərbə. Oy, Gökhan qaydan top. Penaltını qaçırdı Gökhan. Olmaz belə. Qəşəng Talih Babayev öz cinahı ilə hücuma keçir. Mərkəzdə Elnur'a doğru. Vur Elnur. Vur artıq. Vur. Vur Elnur. Vur. Vur da bunu da. Ay Allah, vur da bunu da. Vur. Vur da bunu. Sende. Vurdur. 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 Gol. Elnur. Elnur. Qəşəng. Aksu City masterclass göstərir. Əla Gökhan. Yox. Qaydan top. Qəşəng ötürməydi. Mərkəzə doğru. Elnur vur. Vur. Qaydan top. Metin vur. Vur. Bu da. Nerede bu? Allah'ın olsun derdi ya. Allah'ın olsun aparı bana. Vallahi ayağımdan değdin ona. Sakırmadım değdi. Aksu City komandasında dəyişiklik olacaq. Qeyd edim ki, səhv eləmirəmsə Zahid idi adı və İstiqlal'la oyunda ikinci hissə meydana daxil olub 2 gol vuran futbolçu. Bu dəfə də belə olacaq, mən elə gəlir. At Sarı, qəşəng, çevir. Ay. Gökhan Kartal var, gəl edir. Gökhan mərkəzdən qəşəng ötürmə, çevir vur və gol! Gol! Bu idi gol! Bəli, yoldaşlar, mən demişdim ki, Zahid meydana daxil olandan sonra öz golunu vuracaq. 2 gol vuracaq. Hesab 1-3 Aksu City'nin xeyrinədir. İkinci hissənin demək olar ki, sonlarına yaxınlaşırıq. Aksu City komandası. Bırak. Elnur vur. Qəşəng! Elnur! Kameraya! Elnur! 4-1. Özündə topu saxlamağı bacaran futbolçudur Gökhan. Bəli. Ayala Elnur, atmalısan Gökhana. Mərkəzə atırməlidir Gökhan. İndi isə cinahın dəyişib. Sol cinahda. Üzr istəyirəm, sağ cinahda Gökhan. Topu. Ayala Gökhan. Ötürməsi. Qapıya doğru zərbə. Bir daha. Təkrarən eləyin uşaqlar bunu. Bir daha elə Gökhan. Ronaldinho'dur Gökhan. Elnur, qapıya doğru zərbə. Gol olmadı. Elnur. Qapıya doğru zərbə. Elnur. Gökhan. Vur artıq. Gökhan. Təkrar zərbə Metin. Metin vur. El. Vur da Metin vur. 5 yıldız elə Metin. Metin topu Talih'e ötürdü. Mərkəzdə Aksu City komandası ikinci hissədə dediyim kimi Milbeyləqan komandasını topsuz qoymağa çalışır və demək olar ki, topa sahib olma fərqi 60%-dan daha çoxdur. 70'ə yaxındır, bəli. Statistikaya nəzər salsaq. İndi isə müdafiədə topu özündə gözəl saxlayır. Mərkəzdə dəqiq ötürmə deyəcəkdim. Talih Babayev və Gökhan bir-birini anlamadı nədənsə. İndi isə Milbeyləqan komandasının belki də qapıya doğru nadir zərbələrindən biri ola bilərdi. Hücumun sağından Milbeyləqan komandası mərkəzə doğru ötürmə. Kamal'ın akrobatik zərbəsi tutarlı olmadı. Elnur. Talih açılıb. Ötürə bilərsə Talih. Talih gedir.
Talih özün. Elnur. Müdafiəçilər öz yerlərini tutmağa çalışdılar və başardılar bunu da. İndi isə Gökhan. Gökhan öz silahında, solunda. Afsay. Və hakim fitili çaldı. Aksuti komandası 1-4 hesabı ilə qələbə qazandı. Milbeyləqan, çətin Milbeyləqan səfərindən 3 xalla geri dönürük. Uğurlar Aksu, uğurlar Milbeyləqan komandası.